Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün çox gözəl qabaran, dadlı, ləzzətli, pambıq kimi yumuşaq biskvit tortunun hazırlama qaydasını paylaşacağım. Qeyd edim ki, ərzaqlar otaq temperaturunda olmalıdır. 5 ədəd yumurtanın üzərinə 200 ml stəkanla 1 stəkan şəkər tozu, 1 ədəd vanilin, eləcə də bir cimdik duz əlavə edib mikserlə ağırına qədər qarışdırıram. Ərzaqların miqdarını yenə də videonun alt bölümündə qeyd edəcəyim. Yumurta tam ağırına qədər beləcə qarışdırırıq. Daha sonra isə mikseri bir kənara qoyuram. 1 stəkan unun üzərinə 1 ədəd qabartma tozu əlavə edirəm və unu ələclə yumurtanın üzərinə ələyirəm. Ələnmiş unu aşağıdan yuxarı istiqamətdə çırpıcı ilə astaca qarışdırıram. Yarım stəkan unun üzərinə bir dolu yemək qaşığı qarğıdalı nişastası tökürəm və onu da ələclə yumurtanın üzərinə ələyirəm. Bu xəmir üçün 200 ml stəkanla stəkan yarım undan istifadə etdim. Sonda xəmirin içərisinə yarım armudlu stəkan qaynar su tökürəm. Qaynar su tökəndə biskvitdən yumurta iyi gəlmir. Eləcə də biskvitin çox gözəl qabarmasına köməklik göstərir. Xəmiri əvvəlcədən yağlı kağız saldığım soba listinin içərisinə tökürəm. Soba listinin ölçüsü 22 cm-dir. Daha sonra biskviti əvvəlcədən qızdırılmış 160 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Qeyd edim ki, biskvit bişən zaman sobanı açmaq olmaz. İndi isə kremi hazırlayıram. Qabın içərisinə 2 ədəd yumurta, 1 stəkan şəkər tozu və 1 ədəd vanilin töküb qarışdırıram. Bir cimdik də duz əlavə etdim. Biraz qarışdırdıqdan sonra üzərinə un tökürəm. 1 stəkan un tökdüm və unu da beləcə qarışdırıram. Daha sonra isə südü tökürəm. Südü az-az əlavə edib qarışdırıram, içərisində topak əmələ gəlməsin. Südün qalan hissəsini də əlavə etdikdən sonra qazanı ocağın üzərinə qoyuram. Krem tam qaynağa düşənə qədər dayanmadan qarışdırıram. Krem qaynağa düşdükdən sonra ocağı söndürürəm və qazanı bir kənara qoyuram. İçərisinə 250 qram yumşaq çörək yağı əlavə edib yağ əriyənə qədər qarışdırıram. Belə bir qatılıqda krem alınır. Kremi bir kənara qoyuram ki, tamamilə soyusun. Soyduqdan sonra mikserlə biraz qarışdırıram. Daha sonra isə bir banka qaynadılmış, qatlaşdırılmış südü az-az əlavə edirəm və beləcə qarışdırıram. Zövqə görə sadə qatlaşdırılmış süddən də istifadə edə bilərsiniz.
Biskvitlər bişib tam soyduqdan sonra mən birini kakaolu, digərini isə sadə hazırladım. Kakaolu biskvitə əlavə olaraq 1 yemək qaşığı kakao tökülür. Biskvitlərin hər ikisini tən yarıya bölürəm. İçərisinə hazırladığım kremi tökürəm və hər tərəfinə gələcək şəkildə yayıram. Üzərinə isə qovrulmuş qoz ləpəsi əlavə edirəm. Zövqə görə damla şokoladdan da istifadə etmək olar. Kakaolu biskvitin üzərinə ağ biskviti yerləşdirirəm. Üzərinə krem vururam. Bu qayda ilə biskvitlərin hamısı üst-üstə yığılır. Üzərinə sonuncu biskviti də yerləşdirirəm. Gördüyünüz kimi çox gözəl hündür tortumuz alınır. Tortun üzərini bəzəmək üçün isə qaymaqlı kremdən istifadə etdim. Zövqə görə hər hansı bir kremdən istifadə edə bilərsiniz. Glazur da hazırlaya bilərsiniz üzəri üçün. Mən ağ tort hazırladığım üçün qaymaqlı kremdən istifadə etdim. Daha sonra isə tortun üzərini sonda bu qayda ilə bəzədim. Əziz xanımlar, siz də zövqünüzə görə, istəyinizə görə tortunuzu bəzəyə bilərsiniz. Əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.